Salam əziz tələbələr və gömrük işi ilə maraqlanan izləyicilər. Bugünkü mövzumuz gömrük prosedurları adlanır. Gömrük işinin strukturuna daxil olan əsas mövzulardan biridir. Bu mövzuda biz bu suallara cavab axtaracağıq. Gömrük prosedurunun mahiyyəti, əhəmiyyəti, gömrük prosedurlarının növləri, təsnifatı, iqtisadi gömrük prosedurları, müvəqqəti idxal və ixrac prosedurları. Əvvəla gömrük prosedurlarının mahiyyətini nəzərdən keçirək. Gömrük prosedurları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsini, o cümlədən mal və nəqliyyat vasitələrinin gömrük məqsədləri üçün istifadəsini, gömrük rüsumları, vergiləri, mal və nəqliyyat vasitələrinə onların gömrük sərhəddindən keçirilmə məqsədindən asılı olaraq onlara qoyulan qadağa və məhdudiyyətləri müəyyən edən tələb və qaydaların məcmusudur deyə bilərik. Gömrük prosedurlarının mahiyyəti ondan ibarətdir ki, onlar müvafiq prosedur altında yerləşdirilən mallara qoyulan şərtləri, məhdudiyyətləri, belə deyək, rəsmiyyətləri əks etdirir. Gömrük prosedurları gömrük məqsədləri üçün ölkənin gömrük ərazisində və ya ondan kənarda malların istifadəsi və yaxud da sərəncamına dair tələb və şərtləri müəyyən edən qaydalar toplusudur. Biz bilirik ki, hər bir dövlət xarici iqtisadi siyasət həyata keçirir və xarici iqtisadi siyasətin əsas qollarından biri xarici ticarət siyasətidir. Xarici ticarət siyasəti də həyata keçirilərkən bir sıra vasitələrdən istifadə olunur. Biz birinci mövzumuzda bunlardan danışmışdıq ki, tarif tənzimləmə metodları, qeyri-tarif tənzimləmə metodları, ixracın stimullaşdırılması metodları və s. Bu metodlar vasitəsilə xarici ticarət siyasəti həyata keçirilir. Və gömrük prosedurlarının mahiyyəti də elə ondan ibarətdir ki, həmin o vasitələrin bir növ, belə deyək ki, şərtləri gömrük prosedurlarında ehtiva olunur. Yəni, yekunlaşdırsaq, gömrük prosedurlarının mahiyyətinə deyə bilərik ki, gömrük sərhəddindən mal və nəqliyyat vasitələri keçirilərkən onların hüquq, öhdəliklərini və mallara qoyulan statusları müəyyən edən şərtlərin məcmusudur. Gömrük prosedurlarının, deməli, ümumiyyətlə, gömrük qanunvericiliyinin bayaq da qeyd elədim ki, əsas anlayışlarından, əsas kateqoriyalarından biridir və gömrük proseduru bu əsas kateqorik olub, bunları müəyyən edir. Keçirilmə məqsədindən asılı olmayaraq malların konkret yer dəyişmə qaydasını, daha sonra gömrük ərazisində və ondan kənarda malların yerləşdirilməsi və onlardan istifadənin mümkünlüyü şərtlərini müəyyən edir. Gömrük məcəlləsinə uyğun olaraq mallardan istifadə və onlar üzərində sərəncam vermək səlahiyyəti olan şəxslərin, belə şəxslərə biz benefisiar deyirik, hüquq və vəzifələrini müəyyən edir və mal və nəqliyyat vasitələrinə və şəxslərin hüquqi statusuna tələbləri müəyyən edir. Gömrük prosedurları bir sıra aspektlərdən əhəmiyyəti ilə seçilir. Əvvəla, gömrük prosedurunun mal və nəqliyyat vasitələrinin təyinatından asılı olaraq gömrük sərhəddindən keçirilməsi qaydalarını, eləcə də mal və nəqliyyat vasitələrini müşahidə edən şəxslərin hüquq və vəzifələrini müəyyən etməsini demək lazımdır. Başqa, gömrük prosedurlarının xüsusiyyətlərini bilmək, istər yerli məhsulların xarici ixracı zamanı, istərsə də xarici məhsulların idxalı zamanı xarici ticarət əməliyyatları üçün zəruridir. Seçilmiş gömrük prosedurlarının xüsusiyyətlərini bilmədən nə gömrük bəyannaməsini doldurmaq, nə də gömrük rüsumlarının məbləğini hesablamaq mümkün deyil. Buna görə də xarici ticarət əməliyyatına başlamazdan əvvəl xarici iqtisadi fəaliyyətin iştirakçısı qeydiyyata alındığı ölkənin gömrük qanunvericiliyini öyrənməli və seçilmiş müvafiq gömrük proseduru ilə nəzərdə tutulmuş bütün şərt və tələblərlə əvvəlcədən tanış olmalıdır. Əks halda məlumdur ki, gömrükdə malların gecikmə riski ilə üzləşə bilər, sənədləşmə ilə bağlı digər problemlər yarana bilər. Odur ki, idxal və ya ixrac olunan malların hansı gömrük proseduru altında yerləşdirilməsini bilmək vacibdir. Gömrük prosedurları sisteminin tətbiqi həm də təhlükəli, tələblərə cavab verə bilməyən malların, məhsulların gömrük sərhəddindən keçirilməsi hallarını da belə deyək ki, aradan qaldırmış olur. Həmçinin idxal-ixrac yüklərinin gömrük rəsmiləşdirilməsi məqsədləri üçün ən yaxşı variantı seçməyə imkan verir.
Qeyd edək ki, 91-ci ildə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ilk gömrük məcəlləsi 1997-ci ildə qəbul edilmişdir və həmin gömrük məcəlləsində gömrük prosedurları əvəzinə gömrük rejimləri işlənmişdir. 2012-ci il yanvarın 1-dən qüvvəyə minmiş gömrük məcəlləsində isə gömrük rejimləri sözü gömrük prosedurları ilə əvəzlənmişdir və bu gömrük məcəlləsinin 10-cu bölməsi gömrük prosedurlarına dair ümumi qaydalar adlanır ki, burada da gömrük sərhəddindən keçirilən mal və nəqliyyat vasitələrinin bəyan edilməsi və gömrük prosedurları haqqında maddələr öz əksini tapır. Yəni burada hər bir prosedurda malların qalma müddəti və digər şərtlər haqqında ətraflı məlumatlar öz əksini tapır. Məcəllənin 11-ci bölməsi isə xüsusi gömrük prosedurlarına həsr olunmuşdur. Həmin bölmədə qeyd olunur ki, malların yerləşdirilə bilməsi ancaq bu xüsusi gömrük prosedurlarını əhatə edə bilər. Bunlar hansılardır? Tranzit, yəni burada həm beynəlxalq, həm də daxili tranzit proseduru əhatə olunur. Saxlanc, burada müvəqqəti saxlanc və gömrük anbarlarında saxlanc prosedurları birləşdirilir. Sərbəst zona, xüsusi istifadə, yəni müvəqqəti idxal və son istifadə gömrük prosedurları və emal, daxildə və xaricdə emal gömrük prosedurları, xüsusi gömrük prosedurları olaraq nəzərdən keçirilmişdir. Azərbaycan Gömrük Xidməti xarici ticarət əməliyyatlarının düzgün və şəffaf şəkildə həyata keçirilməsini təmin edən əsas qurumdur. Hazırda ölkəmizdə gömrük prosedurlarının həyata keçirilməsi üzrə elektron sistemlərdən istifadə olunur ki, bu da işləri daha da asanlaşdırıb, sadələşdirmişdir. Elektron gömrük bəyannaməsinin təqdim edilməsi, asan xidmətlər, vətəndaş və sahibkarların gömrük ödənişləri ilə bağlı onlayn xidmətlərdən istifadə etməsi və bir sıra bu kimi yenilikləri biz qeyd edə bilərik. Elektron bəyannamə formasından istifadə bir sıra üstünlüklər verir ki, bu üstünlüklərə biz qeyd edə bilərik. Malların daşınmaq, saxlanma xərclərinin azaldılmasına gətirib çıxarmışdır. Gömrük prosedurlarının aparılması üçün vaxt qısaldılmışdır və qeydiyyat və nəzarət prosesinin şəffaflığının təmin olunmasında da elektron bəyannamə formasından istifadənin üstünlüklərini görmək mümkündür. Ümumiyyətlə, gömrük məcəlləsində bir sıra gömrük prosedurları nəzərdə tutulmuşdur ki, bunlara aiddir. Sərbəst dövriyyəyə buraxılış, təkrar idxal, təkrar ixrac, tranzit gömrük proseduru, müvəqqəti saxlanc, emal, müvəqqəti idxal, müvəqqəti ixrac, son istifadə, daxildə emal, xaricdə emal, rüsumsuz ticarət mağazaları, malların məhv edilməsi halları, dövlətin xeyrinə maldan imtina edilməsi və sərbəst zona və gömrük məcəlləsində bu prosedurların hər biri haqqında ətraflı məlumat verilmişdir. Gömrük məcəlləsində nəzərdə tutulan bütün gömrük prosedurları təyinatından asılı olaraq iki böyük qrupda birləşdirilir. Yekunlaşdırıcı gömrük prosedurları və xüsusi gömrük prosedurları. Yekunlaşdırıcı gömrük prosedurlarına yerləşdirilən mal və nəqliyyat vasitələri gömrük prosedurları ilə nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra mal və nəqliyyat vasitələri ya onları müşahidə edən şəxslərin tam ixtiyarına verilir, ya məhv edilir, ya da dövlətin ixtiyarına keçirilir. İkinci qrup, yəni xüsusi gömrük prosedurlarına yerləşdirilən mal və nəqliyyat vasitələri üzərində isə xüsusi xarakterli əməliyyatlar yerinə yetirilir ki, o əməliyyatlar əslində sahibkarlıq fəaliyyətinin gücləndirilməsinə xidmət edir. Yekunlaşdırıcı gömrük prosedurlarına aiddir sərbəst dövriyyə buraxılış, ixrac, təkrar idxal, məhv etmə, dövlətin xeyrinə maldan imtina etmə. Xüsusi gömrük rejimlərinə isə aiddir beynəlxalq gömrük tranziti, müvəqqəti idxal, müvəqqəti ixrac, müvəqqəti saxlanc anbarı, gömrük anbarı, sərbəst zona, son istifadə, daxildə emal, xaricdə emal və rüsumsuz ticarət mağazası. Bunların hər biri haqqında birazdan məlumat verəcəm. Ümumiyyətlə, gömrük rejimlərinin tətbiqinə icazə verilməsi məqsədli və fərdləşdirilmiş xarakter daşıyır deyə bilərik. Gömrük rejimlərinin istifadəsinin hüquqi mexanizmi
gömrük orqanlarına obyektiv olaraq kifayət qədər səlahiyyət verilməsini nəzərdə tutur. Bu isə elə ilk növbədə öz əksini gömrük orqanı tərəfindən konkret malın müəyyən edilmiş gömrük proseduru altında yerləşdirilməsi barədə qərar verilməsində tapır. Yəni, gömrük orqanı hər bir konkret halda xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi baxımından bu əməliyyatın mümkünlüyü və məqsədə uyğunluğunu nəzərə alaraq hansı gömrük proseduruna icazə verilməsinə və yaxud da ki, icazə verilməsindən imtina edilməsinə qərar verir. İqtisadi gömrük rejimləri onların benefisiarlarına qabaqcadan müəyyən edilmiş gömrük rüsum və vergilərindən tamamilə və yaxud da qismən azad edilməsi kimi güzəştlər və üstünlüklər verir. Ümumiyyətlə, iqtisadi gömrük prosedurlarını 3 qrupda birləşdirmək olar. Birinci qrupa bilavasitə ticarət məqsəd daşıyan prosedurlara aid etmək olar. Bura gömrük anbarı, rüsumsuz ticarət mağazasını qeyd edə bilərik. İkinci qrupa sənaye məqsədli gömrük prosedurlarına aid etmək olar ki, bura emal rejimləri, daxildə emal, xaricdə emal rejimlərini. Üçüncü qrupa isə beynəlxalq daşımalar məqsədi daşıyan prosedurları, yəni bura tranzit gömrük prosedurlarını aid etmək olar. İndi isə gömrük məcəlləsində nəzərdə tutulan hər bir gömrük prosedurunu ayrı-ayrılıqda nəzərdən keçirək. Əvvəla, sərbəst dövriyyə üçün buraxılış gömrük proseduruna nəzər salsaq, gömrük məcəlləsində belə qeyd olunur ki, daxili bazarda satılma, istifadə və istehlak üçün nəzərdə tutulan xarici mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilir. Yəni, burada nə başa düşülür? Azərbaycan Respublikası ərazisinə gətirilmiş mal və nəqliyyat vasitələrinin geri qaytarılması üzrə şəxsin heç bir öhdəliyinin qalmaması başa düşülür. Sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurları bunları əhatə edir. Birincisi, qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini, ikinci, ticarət siyasəti tədbirlərinin tətbiqini və malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilən xarici mallar daxili mallar gömrük statusunu alır. Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi qaydalarını isə müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Təkrar idxal gömrük proseduruna nəzər salsaq, qeyd edə bilərik ki, təkrar idxal, ixrac olunmuş mallar ixrac edildiyi vaxtdan 3 il ərzində eyni vəziyyətdə, yəni xarici ölkədə heç bir emala məruz qalmadan gömrük ərazisinə tam və ya bir hissəsi qaytarıldıqda, onların idxal gömrük rüsumlarından və vergilərdən tamamilə azad edilməklə və ticarət siyasət tədbirləri tətbiq edilmədən sərbəst dövriyyəyə buraxılışı nəzərdə tutulur. Sərbəst dövriyyədə olmuş və ya daxildə emal edilmiş mallar da təkrar idxal gömrük proseduru altında yerləşdirilə bilər. Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə nəzarətin təmin edilməsi məqsədi ilə gömrük orqanlarının təkrar idxal olunan malların gömrük ərazisindən aparıldığı gömrük orqanına təqdim olunmasını tələb etmək hüququ vardır. Malların gömrük ərazisinə qaytarılması onları aparmış şəxs tərəfindən deyil, başqa şəxs tərəfindən həyata keçirildiyi zaman gömrük orqanları malların təkrar idxalına Gömrük Məcəlləsinin 165.6-cı maddəsində nəzərdə tutulan qaydalarda müəyyən edilmiş hallarda icazə verir. Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə, onların ixracı zamanı geri qaytarılması ehtimalı barədə gömrük orqanlarına bildirib-bildirməməsindən asılı olmayaraq icazə verilir. Təkrar ixrac isə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan xarici mənşəli malların yenidən işlənmədən digər xarici ölkələrə ixrac əməliyyatını nəzərdə tutur. Məhv etmə yekunlaşdırıcı gömrük proseduruna aid olub. Məhv etmə deyəndə xarici malların gömrük nəzarəti altında gömrük rüsum vergiləri alınmadan, həmçinin mallara iqtisadi siyasət tədbirləri tətbiq olunmadan məhv olunduğu gömrük proseduru deyə bilərik.
Məhv edilən mallara görə gömrük rüsumları və vergilər alınmır. Habelə bayaq qeyd etdiyimiz kimi ticarət siyasət tədbirləri də tətbiq olunmur. Malların məhvi və yaranan tullantıların zərərsizləşdirilməsi gömrük nəzarəti altında təbii ki, həyata keçirilir. Malların məhv edilməsi həmin malların tamamilə məhv edilməsi ilə nəticələnən, onların sonrakı bərpasını və onlardan ilkin şəkildə istifadənin mümkünlüyünü istisna edən termik, kimyəvi, mexaniki və ya başqa təsir üsulları ilə həyata keçirilir. Malların məhv edilməsi üsulları bir sıra tələblərə cavab verməlidir. Əvvəla, malların istehlak xassələrinin bərpası imkanını istisna etməlidir. İkincisi, əhalinin sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyə riayət edilməsini təmin etməlidir və malların məhv edilməsi nəticəsində təhlükəli maddə və tullantıların əmələ gəlməsinə səbəb olmamalıdır. Malların məhv edilməsi Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyinin tələblərinə əməl edilməsi yolu ilə həyata keçirilməlidir. Bir şey də qeyd etmək lazımdır ki, gömrük orqanlarına təqdim olunmuş mallar bir sıra hallarda məhv edilir. Bir, şəxsin müraciəti əsasında, ikinci halda qanunla müəyyən edilmiş digər hallarda gömrük orqanlarının təşəbbüsü ilə. Malların məhv edilməsinə məhv etmə nəticəsində onlar ilkin istehsal xassələrini və ya kommersiya dəyərini tamamilə itirdikdə yol verilir. Malların məhv edilməsinə icazə verilməsinə dair qərar gömrük orqanının rəhbəri tərəfindən qəbul edilir. Malların məhv edilməsi malları gömrük orqanına təqdim edən və məhv etmə ilə bağlı müraciət edən şəxsin ərizəsinə uyğun olaraq həyata keçirilərsə, bu zaman ərizə ilə birlikdə şəxs həm də bir neçə sənədləri təqdim eləməlidir ki, bu sənədlərdən gömrük bəyannaməsini, malın invoice sənədini, yol nəqliyyat sənədlərini qeyd edə bilərik. Əgər bitkiçilik məhsuludursa, fitosanitar sertifikatı, malın mənşə sertifikatını, uyğunluq sertifikatını, gigiyenik sertifikatı, heyvandarlıq məhsuludursa, baytarlıq sertifikatını və digər sənədləri də ərizə ilə birlikdə gömrük orqanına təqdim etməlidir. Dövlətin xeyrinə maldan imtina gömrük proseduru da qeyd etdiyimiz kimi yekunlaşdırıcı gömrük proseduruna aiddir. Gömrük Məcəlləsinin 332-ci maddəsinə görə xarici mallardan və son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan prosedur sahibi yaxud da malın sahibi tərəfindən dövlətin xeyrinə imtina edilə bilər. Dövlətin xeyrinə imtina edilmiş mallara görə gömrük rüsumları və vergilər tutulmur, habelə ticarət siyasət tədbirləri də tətbiq edilmir və mallardan dövlətin xeyrinə imtina edilməsi dövlət tərəfindən hər hansı bir xərcin çəkilməsinə səbəb olmamalıdır. İxrac gömrük proseduru, son istifadə, daxili tranzit və ya xaricdə emal xüsusi gömrük prosedurları üçün bəyan edilən daxili mallar və nəqliyyat vasitələri müvafiq gömrük bəyannaməsi gömrük orqan tərəfindən təsdiq olunduğu vaxtdan başlayaraq dövlətin xeyrinə imtina olunanadək gömrük nəzarəti altında olur. Bir sıra mallardan dövlətin xeyrinə imtina edilə bilməz. Bu hansı mallardır? Qeyd edək. Azərbaycan Respublikasının ərazisinə gətirilməsi qadağan edilmiş mallardan. İkincisi, malların dəyəri gömrük orqanının onların satılması ilə bağlı xərclərini ödəyə bilməyən mallardan imtina edilə bilməz. Üçüncüsü, dövlətin xeyrinə imtina edilməsi dövlət üçün hər hansı bir xərcə səbəb ola bilən mallardan imtina edilə bilməz. Bir də yararlılıq müddəti keçmiş, yaxud da ki, texniki normalara, standartlara cavab verə bilməyən mallardan dövlətin xeyrinə imtina edilə bilməz. Onu da qeyd edim ki, mallardan dövlətin xeyrinə imtina edilməsi üçün icazə verilməsinə dair qərar gömrük orqanının rəhbəri tərəfindən verilir, qəbul edilir. Gömrük orqanları daşıyıcıya, ambar sahibinə, yaxud da ki, başqa şəxslərə malların daşınması ilə bağlı, saxlanması, yüklənməsi və digər əməliyyatların aparılması ilə bağlı heç bir xərci ödəmir. Qanunvericiliklə müəyyən edilmiş hallarda gömrük ərazisinə gətirilməsinə və bu ərazidən aparılmasına məhdudiyyət qoyulmuş mallardan
dövlətin xeyrinə imtina edilməsi müvafiq icazə sənədlərinin təqdim edilməsi şərti ilə həyata keçirilir. Bir də onu qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il tarixli 26 saylı mallardan dövlətin xeyrinə imtina edilməsi qaydaları belə bir qərar var ki, bu qərarlara uyğun həyata keçirilir bu dövlətin xeyrinə imtina məsələləri. Dövlətin xeyrinə imtina edilən malların gömrük rəsmiləşdirilməsi həmin malların yerləşdiyi ərazi gömrük orqanlarında gömrük nəzarəti zonasında həyata keçirilir. Mallardan dövlətin xeyrinə imtina edilərkən sənədlər gömrük orqanına elektron və yaxud da yazılı formada, kağız üzərində yazılı formada verilə bilər. Mallardan dövlətin xeyrinə imtina edildikdə həmin mallar üzrə yaranmış gömrük borcu da ləğv edilir deyə bilərik. İndi isə tranzit xüsusi gömrük proseduru haqqında məlumat vermək istəyirəm. Ümumiyyətlə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin bu tranzit xüsusi gömrük proseduru haqqında qaydaları vardır ki, 2014-cü ildə qəbul olunmuşdur və həmin qaydalarda malların tranzit gömrük proseduru altında yerləşdirilərək daşınma qaydaları müəyyən olunmuşdur. Tranzit dedikdə nə başa düşülür? Tranzit malların gömrük nəzarəti altında bir gömrük orqanından digər gömrük orqanına daşınmasından ibarət xüsusi gömrük prosedurudur. Tranzit xüsusi gömrük proseduru göndərən gömrük orqanına və təyinat gömrük orqanına təqdim edilmiş məlumatların gömrük orqanları tərəfindən müqayisəsi əsasında onun düzgün yerinə yetirildiyi müəyyən edildikdən sonra başa çatır. Burada göndərən gömrük orqanı dedikdə tranzit xüsusi gömrük prosedurunun başlandığı gömrük orqanı nəzərdə tutulur. Təyinat gömrük orqanı dedikdə isə tranzit xüsusi gömrük prosedurunun başa çatdığı gömrük orqanı nəzərdə tutulur. Tranzit gömrük proseduru altında yerləşdirilmiş mallara dair iki tələb qoyulub bu qaydalara əsasən. Birinci tələb ondan ibarətdir ki, təbii aşınma nəticəsində dəyişikliklər və yaxud da təbii itki halları istisna olmaqla mallar dəyişilməz vəziyyətdə qalmalıdır. İkinci tələb isə ondan ibarətdir ki, göndərən gömrük orqanı tərəfindən müəyyən edilən marşrutla və müddətdə təyinat gömrük orqanına mallar çatdırılmalıdır. Tranzit xüsusi gömrük prosedurundan bəhs edəndə beynəlxalq tranzit və daxili tranzit prosedurlarına da nəzər yetirmək lazımdır. Beynəlxalq tranzit xüsusi gömrük proseduru xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan və ticarət siyasət tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə, yəni bir gömrük orqandan başqa gömrük orqandan daşınması başa düşülür. Malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında daşınması aşağıdakı qaydada həyata keçirilir. Birincisi, malların daşınması gömrük ərazisindən kənarda başlanır, yaxud da kənarda başa çatır. İkincisi də malların daşınması gömrük ərazisinin iki məntəqəsi arasında gömrük ərazisindən kənar ərazidən keçməklə baş verir. Daxili tranzitə gəldikdə isə, daxili tranzit xüsusi gömrük proseduru daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə daşınmasını özündə əks etdirir. Saxlanıc xüsusi gömrük proseduru müvəqqəti saxlanıc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanıc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Xarici mallar saxlanıc xüsusi gömrük proseduru altında ithal gömrük rüsumları, ithal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, həm də xarici ticarət siyasət tədbirləri həyata keçirilmədən, tətbiq olunmadan gömrük və müvəqqəti saxlanıc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir. Burada qeyd edilə bilər ki, daxili mallarda gömrük qanunvericiliyinə müvafiq olaraq gömrük anbarı proseduru və yaxud da sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilə bilər. Malların müvəqqəti saxlanıc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük orqanları tərəfindən gömrük bəyannaməsi kimi qısa ithal bəyannaməsi və ya onu əvəz edən tranzit sənədi qəbul edilir. Qısa ithal bəyannaməsindən biz əvvəlki dərsimizdə bəhs etmişdik.
Gömrük orqanları prosedur sahibindən yarana biləcək gömrük borcuna görə təminat tələb etmək hüququna malikdirlər. Malları müvəqqəti saxlanıc xüsusi gömrük proseduru altında yerləşdirmək və ya həmin prosedur altında saxlamaq mümkün olmadıqda gömrük orqanları mallarla bağlı vəziyyəti tənzimləmək üçün təxirə salınmadan bütün zəruri tədbirləri həyata keçirirlər. Müvəqqəti saxlanıc xüsusi gömrük proseduru altında yerləşdirilən malların mövcud vəziyyətdə qalmasını təmin etmək üçün onlar adi əməliyyatlara məruz qala bilərlər. Belə hallarda malların xarici görünüşünün və texniki göstəricilərin dəyişdirilməsinə yol verilmir. Bir də başqa gömrük proseduru altında yerləşdirilməsi üçün bəyan edilən hallar istisna olmaqla mal sahibi tərəfindən gömrük orqanlarına təqdim edilmiş bir sıra xarici mallar vardır ki, onların belə deyək, müvəqqəti saxlanıc xüsusi gömrük proseduru altında yerləşdirilərək bəyan edilməsi qaydada əks olunub. Bunlar hansı mallardır? Birincisi, sərbəst zonaya birbaşa gətirilmə istisna olmaqla gömrük ərazisinə gətirilən mallar. İkincisi, sərbəst zonadan gömrük ərazisinin digər hissəsinə gətirilən mallar və barəsində beynəlxalq tranzit xüsusi gömrük proseduru başa çatmış mallar. Gömrük anbarı xüsusi gömrük proseduruna nəzər salaq. Xarici mallar gömrük anbarı xüsusi gömrük proseduru altında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş lisenziyası olan şəxslərin gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə yerləşdirilə və saxlanıla bilər. Gömrük anbarı istənilən şəxs tərəfindən istifadə edilə bilən açıq tipli və yaxud da müəyyən malların saxlanması üçün nəzərdə tutulan qapalı tipli formada da ola bilər. Başqa mallara ziyan vura bilən və ya xüsusi saxlanıc şəraiti tələb olunan mallar anbarın xüsusi avadanlıqlarla təchiz edilmiş yerlərində saxlanmalıdır. Gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar gömrük anbarından müvəqqəti çıxarıla bilər. Fors-major halları istisna edilməklə həmin malların gömrük anbarından müvəqqəti çıxarılması üçün gömrük orqanlarının icazəsi tələb olunur. Və burada müddəti mütləq qeyd etmək lazımdır ki, mallar gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilərək 3 il müddətinə saxlanıla bilər. Müvafiq icra hakimiyyəti orqanı bu müddəti belə deyə bilərik ki, malların ayrı-ayrı kateqoriyaları üzrə məhdudlaşdıra bilər. Bu da öz əksini Gömrük Məcəlləsinin 183.1 maddəsində müəyyən edilən müddət başa çatana dək mallar başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməlidir deyə maddəsində qeyd olunub. Sərbəst zona xüsusi gömrük proseduruna nəzər salaq. Əvvəla deyək ki, müvafiq icra hakimiyyəti orqanı gömrük ərazisində sərbəst zona yarada və yaxud da ləğv edə bilər. Müvafiq icra hakimiyyəti orqanı hər bir sərbəst zonanın sahəsini, onun giriş və çıxış məntəqəsini müəyyənləşdirir. Sərbəst zona qapalı olmalıdır. Onun sahəsinin perimetrləri, giriş və çıxış məntəqələri gömrük orqanlarının nəzarəti altında olmalıdır. Gömrük orqanlarının icazəsi əsasında sərbəst zonaya gətirilmiş mallarla adi əməliyyatlar, o cümlədən onların qorunması, qablaşdırılması, keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə qablaşdırma yerlərinin qruplaşdırılması, çeşidlənməsi, markalanması, yenidən qablaşdırılması və s. əməliyyatlar həyata keçirilə bilər. Sərbəst zonada yerləşən mallar gömrük ərazisindən ixrac və təkrar ixrac edilə və ya gömrük ərazisinin digər hissəsinə gətirilə bilər. Sərbəst zona ləğv edildikdə isə şəxslərə malların gömrük ərazisində yerləşən digər sərbəst zonaya aparılması və yaxud da başqa gömrük proseduru altında yerləşdirilməsi üçün kifayət qədər əvvəlcədən vaxt verilməlidir. Və sərbəst ticarət zonaları və yaxud da sərbəst anbarlarda mallarla istehsal və kommersiya əməliyyatları aparılmasına icazə verilir. Pərakəndə satışa isə icazə verilmir. Əgər pərakəndə satışla bağlı hər hansı bir əsas olduğu zaman Azərbaycan Respublikası gömrük orqanları sərbəst gömrük ərazisində və yaxud da anbarlarda gömrük nəzarəti apara bilərlər. İndi isə müvəqqəti idxal xüsusi gömrük prosedurundan bəhs edək.
Gömrük Məcəlləsinin 192, 193, 194-cü maddələri məhz müvəqqəti idxal gömrük proseduruna həsr edilib. Bir də nəzərinizə çatdırmaq istəyirəm ki, Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü ildə qəbul edilmiş 245 saylı qərarı vardır ki, o qərarda bu prosedur altında yerləşdirmə qaydaları açıqlanmışdır. Müvəqqəti idxalın və yaxud da ki, müvəqqəti ixracı da bura aid eləyə bilərik ki, müstəqil gömrük rejimi kimi əhəmiyyəti həm də beynəlxalq əməkdaşlığın ticarət və digər formaların inkişafına olan tələblərlə müəyyən edilir. Bu gömrük proseduru altında yerləşdirilmiş malların statusu və eləcə də rejimin məzmunu malların gömrük ərazisində və kənarda yerləşməsi və istifadəsinin adından da göründüyü kimi müvəqqəti xarakter ilə müəyyən edilir. Təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilir. Bu mallardan Gömrük Məcəlləsinin 194-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsum və vergilərdən tamamilə yaxud da qismən azad olmaqla, habelə ticarət siyasət tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunmasına icazə verilir. Mallar bu məcəllənin 194.1-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından tamamilə azad olunduğu halda onlar həm də ƏDV və aksiz kimi dolayı vergilərdən də azad edilirlər. Müvəqqəti idxal xüsusi gömrük prosedurundan yalnız bu 3 şərt daxilində istifadə olunur. Bu şərtlər hansılardır? Birincisi, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan normal istifadə nəticəsində baş verən dəyişikliklər istisna olmaqla onların hər hansı başqa dəyişikliyə məruz qalması nəzərdə tutulmadıqda. İkincisi, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edildiyi zaman onların eyniləşdirilməsini təmin etmək mümkün olduqda, bir də gömrük qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla prosedur sahibi gömrük ərazisindən kənarda təsis edildikdə. Müvəqqəti idxal xüsusi gömrük proseduru altında aşağıdakı malların yerləşdirilməsinə yol verilmir. Bu hansı mallardır? Nümayiş, reklam, sərgi məqsədləri üçün vahid nüsxədə gətirilmə halları istisna olmaqla yeyinti məhsullarının, spirtli içkilər, spirtsiz içkilər, tütün məmulatlarıdır, xamal və yarım fabrikatlardır ki, bunların sərf olunan material və nümunələri xüsusi, belə deyək, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə yol verilmir. Həm də qeyd edeyim ki, bu qaydalar elə o 245 saylı qərarda öz əksini tapır. İkincisi, gömrük ərazisinə gətirilməsinə qadağa qoyulmuş malların, bir də sənaye və digər tullantıların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə yol verilmir. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətinə nəzər salsaq, qeyd edə bilərəm ki, malların eyni məqsəd üçün və eyni şəxsin məsuliyyəti altında olmaqla müvəqqəti idxal proseduru altında yerləşdirilə biləcəyi maksimum müddət 24 ay təşkil edir. Amma əgər müvafiq icra hakimiyyəti orqanı müxtəlif kateqoriyadan olan malları üçün daha az və daha çox müvəqqəti idxal müddətini müəyyən edə bilər. Şəxs Gömrük Məcəlləsinin 193.2 maddəsinə göstərilən müddət ərzində müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədinə nail olmadıqda, gömrük orqanları onun əsaslandırılmış müraciəti üzrə həmin müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 12 aya qədər uzada bilər. Yəni, maksimum müddət 24 ay deyirik, amma 12 ayda uzadıla bilər müvafiq icra hakimiyyəti tərəfindən. Gömrük Məcəlləsi müvəqqəti idxal və yaxud da ixrac rejiminin iki tipini müəyyən edir. Birinci tipi gömrük rüsum və vergilərinə tamamilə azad edilən, ikincisi isə qismən azad edilən. Gömrük rüsumlarına tam azad edilməyə ilk 10 ay götürülür. Reportajların hazırlanması, film çəkmə məqsədi ilə kinematografiya avadanlığı, peşə avadanlığının təmiri üzrə nəzərdə tutulmuş ehtiyat hissələri 1 il müddətinə əsasən yardımçı avadanlıqlardan, gömrük rüsum və vergilərdən azad edilir.
təlim, əhliləşdirmə və xüsusi tədbirlərin həyata keçirilməsi üçün nəzərdə tutulmuş heyvanlar da müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilə bilər və 1 il müddətinə gömrük rüsum və vergilərdən azad edilir. Qismən azad etmək isə o deməkdir ki, həmin mallara onlar sərbəst dövrəyə buraxıldıqda ödəyəcəkləri rüsum və vergilərin 3% həcmində aylıq olaraq ödəniş etməlidirlər. Müvəqqəti idxal edilmiş mallar təkrar ixrac olunarkən ödənilmiş aylıq ödənişlər geri qaytarılmır. Çünki onlar ölkə ərazisində istifadə ediliblər. Buna görə malların müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin qaydalarda beynəlxalq müqavilələrin müddəaları, malların xassələri, xüsusiyyətləri, onlardan istifadə şərtləri də nəzərə alınmalıdır. Müvəqqəti ixrac isə təkrar idxal üçün nəzərdə tutulmuş daxili malların yerləşdirildiyi prosedurdur. Müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallardan gömrük rüsumlarından qismən və yaxud da tamamilə azad edilməklə gömrük ərazisindən kənarda istifadə olunur. Son istifadə xüsusi gömrük proseduruna nəzər salsaq, bu prosedur altında yerləşdirilmiş mallar bu prosedurun məqsədinə uyğun olaraq gömrük rüsumlarından və vergilərdən azad edilməklə sərbəst dövrəyə buraxılır. Bu zaman həmin mallar gömrük nəzarəti altında qalır, deyə bilərik. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üzərində gömrük nəzarəti aşağıdakı 4 halda başa çatmış olur. Bu hansı hallardır? Əvvəla, mallar gömrük rüsumlarından və vergilərdən azad edilmənin tətbiqi üçün qanunvericiliklə müəyyən edilmiş məqsədlərlə istifadə olunduqda. İkincisi, mallar ixrac və yaxud da məhv edildikdə, yaxud da onlardan dövlətin xeyrinə imtina edildikdə. Üçüncüsü, mallardan gömrük rüsumları və vergilərdən azad olunmayan məqsədləri üçün istifadə edilmədiyi aşkar olunduqda və bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş gömrük rüsumları və vergiləri tam ödənildikdə. Bir də mallar gömrük idxal rüsumları, vergilər alınmadan və ticarət siyasət tədbirləri tətbiq edilmədən gömrük ərazisində müvafiq icra hakimiyyətinin orqanının müəyyən etdiyi yerlərdə və qaydada yaradılan və fəaliyyət göstərən rüsumsuz ticarət mağazalarında gömrük nəzarəti altında satıldıqda. Və burada bir şey qeyd edim ki, malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmə qaydalarını da digər prosedurlarda olduğu kimi müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Daxildə emal müəyyən malların onların istehsal, emal və yaxud da təmir olunması və sonradan ixrac edilməsi məqsədi ilə gömrük rüsum və vergiləri alınmadan gömrük ərazisinə gətirilməsindən ibarət olan xüsusi gömrük prosedurudur. Daxildə emal gömrük proseduru altında yerləşdirilən xarici mallar aşağıda göstərilənlər tətbiq olunmadan gömrük ərazisindən bir və ya bir neçə emal əməliyyatlarında istifadə edilir. Bu hansı əməliyyatlardır? İdxal gömrük rüsumları tətbiq alınmır, malların idxalı üzrə qanunvericilikdə nəzərdə tutulmuş əlavə dəyər vergisi aksizlər alınmır, bir də ticarət siyasət tədbirləri tətbiq edilmir. Daxildə emal xüsusi gömrük prosedurundan danışarkən qeyd etmək lazımdır ki, malların təmiri və məhv etmə halları istisna olmaqla daxildə emal gömrük prosedurlarından yalnız o halda istifadə etmək olar ki, istehsal materiallarından istifadə edilməsinə baxmayaraq, daxildə emal proseduru altında yerləşdirilmiş malları emal məhsulları ilə eyniləşdirmək mümkün olsun. Bir də qeyd etmək lazımdır ki, gömrük orqanı Gömrük Məcəlləsinin 197-ci maddəsinə müvafiq olaraq daxildə emal xüsusi gömrük prosedurunun başa çatma müddətini 2 il olaraq müəyyənləşdirmişdir ki, yəni maksimal 2 il müddətdən artıq o olmamalıdır. Xaricdə emala gəlincə isə gömrük ərazisində sərbəst dövriyyədə olan malların xarici ölkədə istehsal, emal və təmir edilməsi məqsədi ilə müvəqqəti ixrac olunması və ixrac gömrük rüsumları və vergilərdən tam və yaxud da qismən azad edilməklə sonradan təkrar idxal olunmasından ibarət olan
gömrük prosedurudur deyə bilərik. Xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilən daxili mallar emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilir. Bu mallardan əldə edilən emal məhsulları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada idxal gömrük rüsumları vergilərindən tam və yaxud da qismən azad edilməklə sərbəst dövrəyə buraxılır. Aşağıdakı daxili malların xaricdə emalına icazə verilmir. Bu hansı mallardır? Birincisi, idxal gömrük rüsumlarının və vergilərin geriyə qaytarılmasına və yaxud da qanunvericilikdə nəzərdə tutulmuş hallarda onlardan azad olunması ilə nəticələnə biləcək mallar. İkincisi, təmiri üzrə əməliyyatların aparıldığı hallar istisna olmaqla ixracdan əvvəl son istifadə ilə əlaqədar olaraq gömrük rüsum və vergilərindən tam və yaxud da qismən azad edilməklə sərbəst dövrəyə buraxılmış mallar. Bir də ixrac edilməsi, ixrac üzrə gömrük ödənişlərinin geri qaytarılması ilə nəticələnən mallar, belə deyək ki, bu daxili malların xaricdə emalına icazə verilmir. İndi isə gömrük prosedurlarının sonuncusundan bəhs edək, rüsumsuz ticarət mağazaları. Rüsumsuz ticarət mağazaları ambar prosedurundan onunla fərqlənir ki, bu prosedurda məqsəd malların müəyyən müddət ərzində saxlanması yox, əksinə onların tez bir zamanda satılmasıdır. Xarici malların Azərbaycan Respublikasının gömrük ərazisində gömrük ödənişləri ödənmədən və iqtisadi siyasət tədbirləri tətbiq edilmədən satılması halı rüsumsuz ticarət mağazası prosedurunu idxal gömrük prosedurundan fərqləndirən elə başlıca xüsusiyyətdir. Rüsumsuz ticarət mağazasının obyekti kimi həm xarici mallar, həm də yerli mallar ola bilər. Hər iki tip mallar Azərbaycan gömrük ərazisini tərk edən fiziki şəxslər üçün nəzərdə tutulmuşdur. Yəni, bir qayda olaraq rüsumsuz ticarət mağazaları xaricə gedən sərnişinlər üçün nəzərdə tutulan gözləmə zallarında, beynəlxalq sərnişin daşınması üçün açıq olan dəniz, hava limanlarındakı tranzit sərnişinlər üçün olan zallarda, sonra fiziki şəxslərin dövlət sərhədini keçdiyi buraxılış məntəqələrində adətən bu tip mağazalar yaradılır. Rüsumsuz ticarət mağazaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 30 oktyabr tarixli 318 saylı qərarı ilə təsdiq edilmiş rüsumsuz ticarət mağazalarının yaradılması və onların fəaliyyətinin tənzimlənməsi qaydaları ilə tənzimlənir. Beləliklə, rüsumsuz ticarət mağazaları şəxsi istehlak mallarının satıldığı mağazalar deyə bilərik. Bu mağazalarda gömrük nəzarəti və rəsmiləşdirmə üçün gömrük orqanı əməkdaşlarına və vəzifəli şəxslərə müvafiq şərait yaradılır və bu malları yalnız gömrük sərhədini keçən şəxslərə satılması təmin edilməlidir. Rüsumsuz ticarət mağazasında yalnız pərakəndə satış həyata keçirilməlidir və mağaza sahibləri bura daxil olan və satılan malların uçotunu aparıb gömrük orqanlarına mütəmadi olaraq məlumat verməlidirlər. Bununla da gömrük prosedurları ilə bağlı olan mövzumuz bitir. Gələcək dərslərdə görüşənə qədər.